Məyər İslamda radikalizm ümumiyyətlə varmı? Yəni İslam radikalizmi təbliğ eləyirmi? Xeyr, İslam dini rəhmət dinidir. Allah Teala buyurduğu kimi: "Və mə ərsəlnəkə illə rəhmətən lil aləmin." Allah Teala ki, öz elçisi Muhammed haqqında biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik. İlk mesaj budur. Yəni peyğəmbərin rəhmət mesajıdır. Təbii ki, İslam dininin özü bir çox ayələrdə radikalizmi qadağan edir. Məsələn, Allah Teala Quran-Kərimdə bir ayədə buyurur ki: "Qul ya əhləl kitab la təğlu fi dinikum." Allah Teala buyurur ki, de ki, ey kitab əhli. Yəni öz peyğəmbərinə deyir. Məhəmməd peyğəmbər sallallahu əleyhi və səlləmə deyir ki, de ki, ey kitab əhli, dininizdə həddinizi aşmayın. Yəni Mədinədə olan yəhudilərə və xaçpərəstlərə desin Muhammed peyğəmbər ki, həddinizi aşmayın. Dininizdə həddinizi çünki Allah Teala öz elçisinə xəbər vermək istəyir ki, onlarda dində həddi aşmaq əlamətləri var, təzahürləri var və sən onlara xəbər ver ki, dinlərində həddlərini aşmasınlar. Və sonuncu elçinin mesajlarından, missiyalarından biri də o idi ki, bu son din olaraq əvvəlki dinlərin etdiyi xətalar, radikallıq, ifratçılığa yol verilməsin. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki: "La təğlu fi dinikum." Dininizdə həddinizi aşmayın. Həmçinin buyurur ki: "La tatruni." Məni yəni başqalarının yəni öz peyğəmbərlərini yəni şirklikləri, ifrata vardıqları kimi siz də mənim haqqımda ifrata varmayın. Başqa bir hədisində buyurur ki, yəni "İnnəmə əhləkəllezina min qablikum əl-ğulub fid-din." Yəni sizdən öncəkiləri yəni dində həddi aşmaq həlak etdi. Siz də dininizdə həddinizi aşmayın.